Simbrella şirkəti IT texnologiyalar sahəsində ilk dəfəm bu şirkətin adını mən 5-6 il əvvəl görəndə ilk ağlıma gəlmişdi ki, bu kimdirsə şirkəti quran 100% cavanlıq vaxtı sevdiyi bir qızın adını qoyub. Simbrella deyib M hərfi qoyub sadəcə iz itirmək üçün. Sonra bu forumla bağlı Seymur bəy ilə tanış olandan sonra gördüm tamamilə başqa bir şeydir. Simbrella Azərbaycan biznesi üçün, Azərbaycan iqtisadiyyatı üçün inanılmaz dəyərli bir şirkətdir. Texnologiya dövrüdür. Simbrella texnologiya şirkətidir. Bir çox texnologiya şirkətlərdən fərqi ondan ibarət ki, bizi beynəlxalqa çıxardıb. Bir cığır açıb, o cığırdan məncə bir çox gənc startapçılarımız bir çox şeyləri Seymur bəydən öyrənə bilərlər. O cığırdan gedə bilərlər. Artıq beynəlxalq tərəfdaşları var, əməkdaşları var, beynəlxalq müqavilələr dünya ilə işləyir. Çox dəyərli, zəngin bir təcrübə var. Lokaldan qlobala biznes transformasiyasında liderliyin və mədəniyyətin rolu ilə bağlı Seymur bəyi dinləyək. Təşəkkürlər. Çox sağ olun. Mən bugün Alper bəy kimi öz hekayəmi danışacağım. Bizim hekayələrimiz bir-birinə bənzəyir, amma fərqləri də var. Ona görə mən sizə daha çox fərqlərdən danışacağım. Mən 2000-ci ildən sahibkarlıqla məşğul oluram. 59 yaşım var. Yəni Alper bəydən fərqli olaraq artıq 34 yaşım var idi mən iş adamı olub öz şirkətimi yönətməyə başlayanda. Amma indiki anlamla biz həmin şirkətə startup deyə bilərik. Çünki biz başlayanda başlayın nədənsə keçdi. Yox, geri. Biz işə başlayanda sadəcə 5 nəfər idik. Bir texnoloji ideyamız var idi və biz bu ideyanı həyata keçirməli idik. Və mən Sovet dövrünün adamıyam. Mən hətta universiteti bitirmişəm Sovet dövründə. Mən Sovet ordusunda xidmət eləmişəm və Sovet sisteminə çox yaxşı bələd idim. Və biz indi HR dedikdə Sovet vaxtı ona kadrlar şöbəsi deyirdilər. Amma əslində kadrlar şöbəsi ilə HR arasında demək olar ki, heç bir əlaqə yoxdur. Çünki kadrlar şöbəsi sadəcə rutin işlə məşğul olurdu və digər funksiyaları, digər qurumlar var idi, yerli komitələr var idi, deməli şeylər var idi, partiya komitələri var idi, komsomol var idi və bunlar hamısı birlikdə insan qaynaqlarının, necə deyərlər, yönətimi ilə məşğul idi. Və ona görə biz şirkəti quranda həmin o işi biz hesab elədik, kadrlar şöbəsi var idi, onu da kim eləyəcək, onu mühasibə aparacaq. Əslində də 5 nəfər, 10 nəfərlə işləmək üçün böyük bir ehtiyac yox idi. Yəni, belə bir sistemin qurulmasına. Amma kadrlara necə yanaşılırdı? O zamanlar LinkedIn yox idi, yəni elanlar yox idi. Əlbəttə ki, tanışdan, bilişdən, Alper bəyin dediyi kimi qohumlar və dostlar. Və sonunda gəlib biz belə bir hala çıxdıq ki, bizim şirkətdə 1 ildən sonra ya 2 ildən sonra işləyənlər hamısı ya bir yerdə oxumuşdular, ya bir-birinin oğlu, qardaşı. Amma çox gözəl bir kollektiv yığıldı. Hamı bir-birini tanısa da bizim orada bir klub psixologiyamız yaranmışdı. Biz birlikdə dincəlirdik. Bu şəkil orijinal şəkildir. Yəni ilk illərdə bizim team building deyilən şeylərimiz bu formatda keçirdi. Bir yerdə yığılırdıq, təbiətə çıxırdıq və bir-birimizi çox gözəl tanıyırdıq. Bir yerdə istənilən fəaliyyət, yəni idmandan başlamış işəcən gecə qalıb layihələri yerinə yetirmək üçün bir yerdə qalmaqcan hamısını bir yerdə edə bilirdik. Amma ortada böhranlar alınanda da o böhranları da biz ailədə böhranlardan necə keçirlərsə həmin alətlərlə həll eləməyə çalışırdıq və şirkətin elə bil ki, ailəyə korporativ bir ehtiyaclar gəlmişdi və biz bunun necə yönetilməsini bilmirdik. Hər şey intuitiv olaraq aparılırdı bunun. Amma biz irəliyə doğru hərəkət etməyə davam edirdik. Üstündən biraz keçdikdən sonra biz artıq 5 ildən sonra, 6 ildən sonra
bizim şirkətimiz o dərəcədə böyük, yaxşı bir məhsul yaratdı ki, biz beynəlxalq bazara çıxmağa ehtiyacımız oldu. Və artıq həmin, mən dediyim o klub psixologiyası beynəlxalq bazarda işləmək üçün yaramırdı. Çünki biz işlədiyimiz müştərilər də mobil operatorlar olduğundan, onların bizə qarşı qoyduqları standartlar da həddən artıq yüksək idi. Bəli, bizim əməkdaşlarımızın bilikləri, bizim şirkəti olan sadiqliyi çox yüksək olsa da, biz gərək özümüzü bir addım yuxarı səviyyəyə qaldıraydıq ki, həmin bizim müştərilərlə eyni səviyyədə danışıqlar apara bilək, onların tələb etdikləri xidmətləri onlara göstərə bilək. Və bunun üçün artıq bizdə peşəkar təcrübəli insanları şirkətə cəlb eləməyə ehtiyac yarandı. Və bu ehtiyacı biz artıq dostlarla, tanışlarla qarşılaya bilmirdik. Bəzisini qarşılaya bilirdik, bəzisini qarşılaya bilmirdik və bu zaman bizə peşəkar rekruter deyək, yəni HR-ın bir hissəsi, yəni işə alma funksiyasını yerinə yetirə bilən bir hissəsinə o zaman ehtiyac yarandı və biz rekruter şirkətinə müraciət etməli olduq və onlar bizim üçün peşəkarları cəlb etməyə başladı. Və əvvəllər bizim şirkətdən BP kimi, Azərsel kimi şirkətlər işçiləri Alper bəy dediyi kimi oğurluyurdularsa, biz artıq özümüzü yönləndirdik o tərəfə ki, biz onlardan başladıq işçi oğurlamağa. Və oradan gələn insanlar da tamamilə fərqli insanlardı. Onlar artıq özlərinin korporativ mədəniyyəti özlərinə götürmüş, bilmiş, korporativ mədəniyyəti görmüş bir insanlar olduğundan onlar bizim şirkətə həmin mədəniyyəti gətirməyə başladı. Və biz başladıq özümüzün korporativ mədəniyyətimizi Simbrellanın içində qurmağa başladıq. Və mən demək istəyirəm ki, şirkətin içində formalaşmış mədəniyyət ora gələn işçilərə təsir etdiyi kimi, sizin işə götürdüyünüz hər bir insan da sizin şirkətə, sizin şirkətin mədəniyyətinə çox böyük təsir edir. Mən bildiyim qədər Kotler demişdi ki, strategiyanı, mədəniyyət strategiyanı səhər yeməyinə yeyir. Yəni, heç bir strategiya mədəniyyətə uyğun deyilsə, o strategiyanı həyata keçirmək mümkün olmayacaq. Və biz bu gələn əməkdaşlarla, gələn həmkarlarla birlikdə transformasiya başladıq və beynəlxalq bazarda işləmək üçün, o standartlara yaxınlaşmaq üçün öz işlərimizi, öz proseslərimizi və prosedurlarımızı dəyişməyə başladıq. Birazdan biz gördük ki, şirkətin içində biz kiçik şirkət olduğumuza görə, indi hal-hazırda da biz 100-ə yaxın işçi işləyir bizim şirkətdə. Yəni, Alper bəyin yönətdiyi insanların sayı ilə müqayisə edilə bilməz. Amma peşəkarlar IT sektorundan olduğuna görə çox ərköyündülər. Və biz onlar üçün gərək elə şərait yaradaq ki, onlara sadəcə maddi maraqlar deyil, onların işlədiyi texnologiyalar da maraqlıdır. Və biz şirkətin içində onlar üçün müəyyən bir karyera lifti qurmağa lazımlığını gördük. Yəni, biz onlar üçün karyera lifti qurmasaydıq, onlar şirkətdən tez gedəcəkdilər. Bizim HR müdürümüz Şəmsiyə xanım buradadır və o belə bir qərara gəldi ki, bizim dəstək komandamız var. Onlar bizim müştərilərə dəstək göstərdilər. Gecə-gündüz telefonda oturub, yəni support xidməti göstərdilər. Şəmsiyə xanım dedi ki, gəlin biz oraya tələbələri götürək, amma çox istedadlı tələbələri götürək ki, biz onlardan sonra mühəndis yetişdirək və o mühəndislər sonra bizim fəaliyyətə baxıb ya məhsul üzrə mühəndis olur, ya infrastruktur olur, ya developer olur, fərq etməz. Amma o bizim şirkətin içində özünə təzə peşə seçsin. Və onun sayəsində biz şirkətin içində karyera lifti quraraq kadr axınının qarşısını aldıq. Bizim ən böyük problemlərdən biri o idi ki, bizim işlədiyimiz texnologiyalar nə qədər də yüksək olsa, bizim əməkdaşlarımız daha yüksək texnologiyalarla, yəni bizim işlədiyimiz avadanlığın 200 min, 300 min dolar qiyməti varsa, onlar Azərselə gedəndə 300 milyonluq bir avadanlıqla istifadə edirlər, infrastrukturla işləyirlər. Huawei'yə keçdiyində isə milyardlar olur və s. və ilaxır. Ona görə
bu karyeranın, bu axının qarşısını almaq üçün ən azından biz gərək şirkətin içində müəyyən bir lift hazırlayardıq ki, bizim mühəndislər onu keçə bilsinlər. Hal-hazırda bizim əməkdaşlarımız dünyadakı Google kimi, Meta kimi, Uber kimi şirkətlərdə işləyirlər. Digər bizim qurduğumuz, mən də hesab edirəm ki, orada da Şəmsiyə xanımın rolü çox böyükdür. Bizim yaratdığımız sistem elədir ki, biz gedən adamdan küsmürük. Biz onu sevə-sevə yola salırıq və onlar özü şirkətdən qopmurlar. Və elə hallar olubdur ki, bizim şirkətə, yəni məzuniyyətə gəlmiş, bizə baş çəkməyə gəlmiş bir proqramçımız deyibdi ki, mən buradan 1 ildir getmişəm, amma mən kod yazmışdım. Orada xoşuma gəlmir bir hissəsi. Mən oturum onu düzəldim. Çünki ürəyimdə xal var. Yəni o dərəcədə bizim o cəmiyyətimiz, toplumumuz indiyənə kimi yaşayır və onlar gəldiyində də bizim uşaqlara master-klasslar verirlər və onların səviyyəsini qaldırmaq üçün əllərindən gələni edirlər. Və bunun hamısı üçün biz şirkəti beynəlxalq standart və sistemlərə yaxınlaşdırmağa məcbur olduq. Yəni mən demək istəmirəm ki, bunun çox vacib deyə vacib deyil. Bəzən bizim işlədiyimiz müştərilər tərəfindən də müəyyən səviyyədə bizə standartlar qoyulurdu ki, biz müəyyən sertifikatları almalıyıq, müəyyən standartlara cavab verməliyik, auditləri keçməliyik və s. Digər tərəfdən isə bu bizim özümüzün bir səviyyə yuxarı qalxmağımıza kömək edirdi. Amma həmişə biz başa düşürük ki, şirkət içərisindəki bürokratiya gərək faydalı bürokratiya olsun. Çünki bürokratiyanın olmaması xaosdur, amma bürokratiyanın çox olması da şirkətdəki kreativliyə çox böyük problemlər yaradır. Və bunun, bu vəziyyətə gəlib çıxandan sonra da biz başladıq anlamağa ki, artıq şirkətin 25 yaşı var və 25 il ərzində biz olduğumuz yaşda qalmamışıq və siz dediyiniz Z nəsli başlayır gəlməyə şirkətə və əvvəl biz ilk slaydda göstərdiyim kimi biz hamısı yuxarı aşağı eyni yaşdaydıqsa, hal-hazırda artıq şirkətdə 3 nəslin nümayəndələri işləyir. Və bu 3 nəslin nümayəndələri bir-biri ilə ünsiyyətdə olmalıdır, bir-birini başa düşməlidir. Və hansısa anda mən anladım ki, mənim danışdığım lətifələr artıq gənclər üçün gülməli deyil. Yəni, onlar heç başa düşmürlər mən nədən onlara danışıram. Və bunu həll etmək üçün əslində biz elə bir atmosfer yaratdıq ki, ən azından nəsillər bir-birinə hörmət və sevgi ilə yanaşmalıdır. Çünki nəsillər bir-birini 100% heç vaxt başa düşməyəcək. Və zamanə dəyişdiyinə görə biz öz prizmamızdan əgər müasir dövrə baxırıqsa, çünki bizim keçmişimiz var. Müasir gənclər öz prizmasından baxırlar və onun bizim yaşadığımız keçmişin onların bugünkü reallıqları dəyərləndirməyə heç bir təsiri yoxdur. Və əslində onlar bugünkü reallığı bəlkə də bizdən daha yaxşı anlayırlar. Və ona görə bizim əsas müasir həyata uyğunlaşmamız üçün əsas strategiyamız ondadır ki, gənclərə daha çox təşəbbüs verək və gənclər özlərini bizim şirkətdə hansısa arxaik köhnə bir şirkətdə işlədiyi kimi deyil, müasir və inkişaf edən bir şirkətdə işlədiyini hiss etsinlər. Ona görə zaman dəyişdikcə davranışlar da dəyişir. Siz gördüyünüz kimi müasir dövrdə virtual məkanda ünsiyyət daha da artıb. Pandemiyadan sonra biz özümüz gördük ki, deməli, evdən işləmə rejimi də mövcuddur, amma bu rejim hər kəsə uyğun gəlmir. Bəzi adamlar öz məhsuldarlığını itirdi, bəziləri öz məhsuldarlığını qaldırdı və nəticədə biz şirkətdə hibrid bir sistem yaratdıq ki, məhsuldarlığı yüksələn adam evdən oturub işləyə bilsin, amma evdə oturub darıxan adam gəlib işləyə bilsin və bu halda biz hər kəsdən onun verə biləcəyi qabiliyyətinin ona verə biləcəyini və komfort halda işləyə biləcəyi bir mühiti yaradaq ki, onlar daha effektiv olsunlar. Və hal-hazırda yeni texnologiyalar, süni intellektin hər gün bizim həyatımıza müdaxiləsi
tamamilə bizim davranışımızı, biliklərə və bacarıqlara münasibətimizi dəyişmiş olacaq və biz buna hazır olmalıyıq. Və bu günləri Alper bəyin də dediyi kimi biliklərdən çox bacarıqlara ehtiyac var. Çünki biliklər bizim indi cibimizdə, smartfonumuzdadır və istənilən biliyə biz istənilən anda əl çata bilərik. Amma o bilikdən istifadə etmək bacarığını biz gərək inkişaf elətdirək və gələcəkdə bunun rolu get-gedə artacaq. Bir çoxları sual verir ki, bəs süni intellekt iş yerlərini alacaqmı bizim əlimizdən? Mən də həmişə deyirəm ki, avtomobilin necə deyərlər, icad olunması atla məşğul olan böyük bir sferanı necə işini əlindən alıb, amma mexaniklər üçün çox böyük bazar yaratdığı kimi, süni intellekt də bir çoxlarının əlindən işini alsa da, digər sferalarda çoxlu yeni iş imkanları açacaq və gələcəkdə məncə bizim həyatımız daha da rahat və daha da effektiv olacaq. Təşəkkür edirəm. Çox sağ olun Seymur bəy. Buyurun. Əslində planımda vardı CEO-larımıza sual verim, amma reglamenti keçirik deyə axıra saxlayıram sualları. Təşəkkürlər. Bir dənə diqqətimi mənim şəxsən bir nüans diqqətimi çəkdi Seymur bəyin. Dedi ki, biz qlobala açılandan sonra bizdən bəzi istəkləri olurdu tərəfdaşların. Hansısa standartlara biz uyğunlaşaq, o bizim inkişafımıza təkan verdi. Çox maraqlı, mənim üçün çox maraqlı bir korporativ mədəniyyətin formalaşmasında filan ciddi rəqiblərin sizin və tərəfdaşların sizin üçün oynadığı roldur. Misaldır.